2025-ci il Azərtürkbank çox gözəl nəticələrlə başa vurub, ammasını videonun sonunda deyəcəm, izləmədə qalın. Deməli, bank investisiya holdingin tərkibinə keçəndən sonra Sokar digər banklardakı əmanətlərini toplayıb, gətirib Azərtürkbanka qoydu. Ona görə də Azərtürkbankın hüquqi şəxslərdən topladığı əmanətlərdə partlayış səviyyəsində bir artım müşahidə olunub. Bu da bankın depozit portfelini artırıb, o da bankın cəmi öhdəliklərinə müsbət təsir göstərir. Eyni zamanda bankın kredit portfeli də artıb, o da öz növbəsində cəmi aktivlərə müsbət təsir göstərib. Amma bankın verdiyi biznes kreditlərində kiçilmə müşahidə olunub. Digər banklarla müqayisədə daha sərfəli kredit verən Azərtürkbankı biznesmenlər niyə küsürdüyünü siz şərhdə yazacaqsınız. Ən böyük amil gəlirik, investisiya holdingin tərkibinə keçən bankın xalis mənfəəti 15,8% azalıb. Bu çox ciddi məsələdir. Niyə? Çünki bankın mənfəəti onun elə bir ana damarıdır. Bu mənfəət bugün sabah olmaz ilə olar belə mənfiyə düşərsə, bankın bölüşdürülməmiş mənfəəti yığılmış zərərə keçə bilər. Yəni bu təbii olaraq müddət alır, amma mümkündürmü? Mümkündür. Azərtürkbank haqqında fikirlərinizi şərhlərdə bölüşün. Biz də həmin söhbət olmuş olaq.